Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalandayıq mərkəzdə, parkın yanında 220 kvadrat metr sayısı olan belə bir mənzilin təqdimatına gəlmişik. Qonaq otağından başladı çəkilişimizə. Yəni mətbəx, studiya bir yerdədir. 4 otaqlıdır mənzilimiz. Elə bax bu qonaq otağının kvadratı 80 kvadrat metrdir. 15 metr bax uzunluğudur, eni də 6 metrdir. Pol təmiz mərmərdəndir. Ümumi sahəsi 220 kvadrat, hamısı isti poldur, isti döşəmədir, hörmətli izləyicilər. İstəsəz, bax, mətbəx hissəsini burada ayıra da bilərsiniz plastiklə. Skvaznoydu mənzilimiz. Bax, çıxaq bir dənə bayırdan, bax, Ceyran batan panoraması da görsənir. Düz parkın yanındadır bu mənzilimiz. 22 mərtəbəli binanın da 19-cu mərtəbəsində yerləşir. 2 sürətli lifti var. Keçək digər otaqlarla da sizi tanış eləyək. Yəni, belə deyək də, mənzilimiz ev sahibinin zövqünə görə təmir olunubdur. Görürsünüz, 2 dənə də işıq sistemi var. Yəni, burada 2 mənzilin birləşməsidir, 220 kvadrat metr. 2 ailədə rahat yaşaya bilər. Yəni, gələcəkdə istəsəz, yəni sayğacları da ayrılıqdadır, hamısı. İstəsəz ayıra da bilərsiniz də, belə deyək də. 127 kvadrat birdir, haradasa 93 kvadratda birdir. Çöldən çölə hesablanır deyirəm. Bu bir yataq otağıdır, hörmətli izləyicilər. Yəni, təmiri superdir. Yəni, öz zövqünə görə təmir edib, amma hamısı bahalı material. Adi çöl pəncərələr hamısı Alman istehsalıdır. İsti polun bütün şlankları, yəni ki, bir dənə də calaq yoxdur. Alman istehsalıdır. Düz parkın yanındadır. Heydər Parkını görürsünüz, Xırdalanda. Mərkəzdədir bu mənzilimiz. Pəncərələr hamısı şuma izolyasiyadır. Yəni ki, çölün səsi evin içinə gəlmir. Onu da deyək. Sonra hər bir otaqda Adzelni internet xətti var, televizor xətti var və belə deyək, kondisioner üçün bir dənə də orada rozetka qoyulubdur, hörmətli izləyicilər. Bax, göstərək. Rozetkalar da hamısı bahalıdır. Philips firmasıdır, o da Alman firmasıdır. Keçək. Burada sanitar qovşağıdır. Sanitar qovşağında da 2 dənə sanitar qovşağı var, hamam tualeti var. Üstündə 1 tonluq su çəni var, yəni pişivoydur. O da yəni ki, orijinal maldır. Keçək, bax, koridor hissəsi də eynidir, gördüyünüz kimi. Bütün, belə deyək də, təmirdə, bax, adi divardakı ağ lepkalar var, onlar da əllə işlənirdir. Yəni ki, adi dekor, yapışdıran dekorlardan deyil. Keçək 3-cü yataq otağına. Bu yataq otağında da Adzelni, belə deyək ki, sanitar qovşağı var, onu da göstərəcəyik. Balkonu da göstərək. Bu tərəfdə baxır Sumqayıt yoluna. Yəni, dediyim kimi, pol isti poldur, mərmərdir, orijinal. Divarlar daşla döşənibdir. O ara kəsmə tumbalar əllə şpaklovka olunubdur. Bax, görürsünüz. Belə deyək də, padmayak qiymətinə satılır. Bugünkü gün istəsəz, bir dənə də padmayakımız var. 1550 manatdan padmayaka. Kupsalıdır, 76 kvadrat metr. Amma mən sizə təmirli mənzili 1500 manatdan təklif eləyirəm, hörmətli izləyicilər. Gəlirsiniz, baxırsınız, əla bir qiymətdir. 330 min manat eləyir də, belə deyək. 330 min manata bu mənzilin sahibi ola bilərsiniz. Yəni, perikupçiklərdə alıb, belə deyək də, bölüb satsa, burada da xeyir tuta bilər. Gəlin, baxın, kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik.